Dünən bizim Məmməd Əmin Rasulzadə yolunu davamçısı Əvvəz Elçibəyin anam günü idi. Və Elçibəy sevərlər kimi mən də ziyarətdə iştirak eləmişəm. Amma bir şey məni maraqlandırır ki, o bəyin heykəli qarşısında ziyarət zamanı bütün ictimai siyasi təşkilatların rəhbərləri mənə elə gəlir ki, moizə oxuyurdular. Çünki indiki real həyatda bu görünmür. Bəy demişdi ki, bütün milləti toplayaraq dünyavi demokratik devlət qurulsun Azərbaycanda. O deməmişdi ki, hər bir siyasi, ictimai təşkilat bir küçdə öz qrupunu yaratsın və milləti bölsün. O deməmişdi bunu.